Buqar bəy, bu indi veriliş başlamamışdan qabaq siz bu qırmızı kitab məsələsində şey deyirdiniz. Düzdür, bizdə qırmızı kitab olmadı, əvəzinə digər qırmızıya oxşayan nəsə bir şey bir papka belə deyim qoymuşuq. Nə nümunə idi o elə? İzləyicilərə də deyə bilsinlər. Yenə də bu düşüncə tərzinə aiddir. Yəni mən hesab eləyirəm ki, necə bitkilər üçün, canlılar üçün, quşlar üçün qırmızı kitabı varsa, eyni şəkildə sahibkarlara da elə yanaşmaq lazımdır bizim ölkədə. Elə bil ki, bax atları qırmızı kitaba yazılıb və bu cür yanaşma olsa, biz nəyisə məsəl üçün bitkidir, ya nə bilim quşdur, hardasa qorxurlar ona nəsə eləmək ki, adı qırmızı kitabdadır. Yəni sahibkarlar da bu yanaşma olmalıdır ki, sahibkarlıq inkişaf eləsin. Yəni o hörmət olmalıdır, o qayğı olmalıdır. Yəni o prizmadan zarafatla dedim ki, yəni qırmızı kitab lazımdır sahibkarlar üçün. O biz dostlarımızla danışanda öz aramızda mən deyirəm ki, əslində bizdə sahibkarlar bu qəhrəman məsələsini nə ilə gətirdim? Bu Marvel'ın qəhrəmanları sanki düşüblər bir yerə, harda ki baş çıxartmalıdırlar. Görə bunu necə eləyirik, necə həll eləyirik. Amma belə deyim, baxın, siz bu yaxın bir 10 ildə, 15 ildə perspektivdə nə görürsünüz? Yəni bazarda nə yeniliklər olacaq? Bizi nə gözləyir? Siz ekosistem baxımından deyirsiniz, yoxsa texnologiya baxımından deyirsiniz? Həm deyirsiniz? ekosistem baxımından, həm də ki sizin bazara töhfəniz baxımından deyirəm. Biz nə texnologiyalar yaranırsa, çalışırıq ki, onları maksimal tez ölkəyə gətirək və onu rahat deyə bilərəm ki, sırf tətbiq olunan texnologiyalar baxımından bazarımız çox yaxşı inkişaf eləyib. Həm nağdsız ödənişlərin artım tempi də çox gözəldir, yəni sürət baxımından, həm də ki, texnologiyalar baxımından. Mən məsəl üçün digər ölkələrdə hansısa forumlarda olanda, elə Vizan forumunda Barselonada idim bu illəri. Gördüm ki, biz nəyi çoxdan tətbiq eləmişiksə, orada ölkələr elə o haqda ancaq danışır. Və elə belə zarafatla dedim ki, bizdə inkişaf yaxşıymış. Oradakı Vizan nümayəndələri dedilər, hə, amma çox o barədə danışmayın ki, rahatlaşmasın sizinkilər. Amma yəni iştahımız yaxşıdır. Biz həmişə yenilikləri xoşlayırıq. Yəni bizim mentalitetimizə uyğundur. İstəyirik hər şeyin ən axırıncısı olsun və s. Yəni bu yaxşı tərəfdir və biz gərək bu istiqamətdə də davam eləyək. Bazarımız da balacadır, yəni tətbiq olunan texnologiyadan çox gəlir götürmək də olmur. O da mənfi tərəfdir. Hələ həmişə mobil operatorları nümunə gətirirəm. O sahədən məlumatım var. Məsəl üçün hər dəfə çıxırdı 2G, sonra 3G, 4G, 5G və hər dəfə mobil operatorlar bunu investisiyasını eləyirdi. Halbuki oradan heç bir qazanc eləyə bilmirlər. Sadəcə ki, ölkədə imij baxımından bunlar olsun. Yəni ölkə böyük olanda o pulu çıxarda bilirsən. Ölkə balaca olanda çıxarda bilmirsən. Ona görə vacibdir ki, yerli şirkətlər beynəlxalq şirkətlərə dönsünlər ki, digər ölkələrdə xidmət göstərsinlər, bazarını böyütsünlər ki, daha rahat texnologiyaları inkişaf elətdirə bilsinlər, keyfiyyət daha yüksək olsun, daha çox xidmətlər olsun.